Dağ boyda olan dərdimə dağlar baxıb ağlar. Vay canım. O bir tərəf Duşanbə kimi belədir. O da belə yol yoxdur da. Qardaş belədir bura. 1000 kilometr. Ha. Dəli sənsən. Buradan soldan aşağı düşsə adam 53 kilometr yolu 1 saat 20 dəqiqə göstərir. O bir tərəf Əfqanistandır, Qum çaydır ortada. Səs eləsə eşidərlər bizi. Salam aleykum. Ha, əllədir. Aa, bura haradır? Aa, bu da yoldur. Məşhur Arkimedin başına düşən bu idi. Bayraqlar müşahidə edilir. Xarici motosikletin raması asılı. Problemimiz Xalidin motosikletindədir. Həll yolu nədir? Xarab olsa ya, mən tutub gedəcəm. Qoy özü həll elə. Xalidi gözləyirik. İnşallah görək axırı nə olacaq bu. Yavaş sürün arkadaşlar. Diyendi ki yavaş sürün. Adam böyle bak. Sen süre bilmirsen öyle yavaş sür. Ara teresiz. 50 ile 70 arasında öyle yüzde fark yok. Geldi. Sola. Gözlə bilmirəm ki. Dayan ortada. Bizə də. Duşanbə, Duşanbə. Hə, sola, düz. Xalid ana. Xalid yoxdur. Ha, gördü. Gün düşür ekrana görmürəm. Zülümlü yollar başlayır. Gözəl kəndlərdir ya, maraqlıdır amma. Salam aleykum. Ümumiyyətlə, yəni Azərbaycanda bütün kəndlərdə adamı tanıdın, tanımadın, salam verirsən də. Salam bir mədəniyyətdir. Bilmiyorum, sizdə var idi kənddə elə? Ha, yəni ki, tanıdın, tanımadın. Salam bir mədəniyyətdir. Sözün nədir? Bəzən şirkətlərdə görürsən, bir şirkətə işlər. Cəmal liftə girir, heç kimdə salam vermir.
Uşaqlar. Necə sevinirlər də sizləri bu uşaqlara baxanda. Elə bir, onlar üçün ən maraqlı hadisə budur da. Hey, gözəl balalar. Gözəl balalar. Kıcımdan da arıqdım, kıcım üçün də arıqdım məni, canım. Ha, bunlar məktəbə gedirlər, belə. Abi, yəni orta sürət sən demiş 50 də deyil ha. Ay kız, yavaş ol, yavaş ol, yavaş ol. Hoppa. Onun üçün o, bu unudulmaz andır bu dəqiqədə. Yəni yaşadı ki, bu əl verdi, salamlaşdılar mənə. Nə bilim, hardansa gələn motosikletçilər. Selamun aleyküm. Ulan, Xalidin baykının problem olsa, həll yolu nədir? Xarab olsa ya, mən çıxıb gedəcəm. Qoy özü həll elə. Yox, bax, şey deyirəm, həll yolu nədir onun? Onu demək istəyirəm. Bilmirəm ki. Təkər dəyişməlidir, disk dəyişməlidir. Bilmirəm, qardaş. Onu özü bilir, mən bilmirəm. Duşanbedon həll edə bilər yəni, onu demək istəyirəm. Bilmirəm. Özü həll eləsin, özü tapsın. Mən fikirləşirsə, başım yoxdur. Deyirəm, dünənki yolsuzluq tam başqa idi. Bugünkü tam başqa, yəni tam fərqli stildir də, yəni. Yox. Yəni yol elədir ki, yenə 30'da hərəkət edirik dostlar. Yavaş. Arada bir asfalt çıxır, sevinirik, sürəti artırırıq. Biraz qabağa keçən kimi təzədən yenə düşür. Deyir ki, qudurmayın. Ağın çıxartmayın. Yaxşı şeydən az. Buradan aşağı adam düşməyə sadəcə. Buradan soldan aşağı düşsə adam. Bura aradı. Hoş mədet. Ruşon.
Tikillər nədir beləncə balaca barikadadır, nədir buran? Ha bizə deyək ki, o bir tərəf Əfqanistandır. Ha, sol tərəf Əfqanistandır. Əfqanistan sərhədinə görə. Möhtəşəm görünür sizə deyim. Dağların bölgünə fikir verin. Yox, kamera satın. Gəlməlisiniz dostlar, gəlməlisiniz bura. Gəlməlisiniz, baxmalısınız. Yolu yok. Dostlar, Pamir silsiləsi ilə yolumuz davam edir. Ümumiyyətlə, Pamir Himalay Hindukuş dağlı bir neçə dağların birləşməsindən hündürləşmiş bir dağ qrupudur. Və burada yaylalar və yüksəkliklər yəni 4000-7000 metr arasında dəyişir. Yəni burada yaşayış məskənləri yəni 4000-də normal, 4400-də yaşayış məskənləri var burada. Yayla da orada. Yəni orada çobanlar yaylağa qalxırlar, yəni qışlağa qalxırlar, düşürlər, qalxırlar. Yəni belə malqaranı yuxarı aşağı belə gəzdirirlər. Yəni burada həyat 4000-lərdə çox normaldır. Və yolumuz davam eləyir. Yol deyərkən biraz yol biraz nisbidir, yəni yoldan əsər əlamət yoxdur. Amma dünənki ilə müqayisədə biraz asfalt izləri var. Və yolumuz da buradan keçir hara? O bir tərəf Əfqanistandır, Qum çaydır ortada. Orada da balaca bir Əfqan kəndi var. Bilmirəm, görən səs eləsə eşidərlər bizi. Salam aleykum! Ha, əllədir. Böyle bir dənə zoom eləsə telefona görə görsənir. Bir dənə buranı çək. Maşın da gəldi. Qardaşlarla salamlaşdıq ki, yəni indidən özümüzü yer elədik də orada ki, biz gəlirik bizə. Bizə o bir şərait yaradım, biz gəlirik. Problemimiz var. Problemimiz Xalidin motosikletindədir. Xalidin motosikletində problem var. Diskindən hava buraxır. Bilmirik necə olacaq. Burada da ki biraz uzaqlaşdıqca yaşayış yoxdur, servis yoxdur. Yəni rabitə yoxdur, yeyəcək yoxdur.
Necə olacaq bilmirəm. Necə olacaq, Xalid necə gələcək bilmirəm. Hər qabaqda Əfqanistan var. Əfqanistan ümumiyyətlə necə olacaq bilmirəm. Biz mexaniksən də qardaş, problem nədədir? Olmazsa bilmirəm. Ona aid mən heç nə bilmirəm. Planı artıq getdi. Yəni bizim 5 saatlıq belə yolumuz var idi. Sürət də 30-40-dır. Biz ora çatmayacağıq yəqin ki, ortalarda bir yerdə qalarıq. Yəni Əsas bu yoldur. Bu yolu çıxsa 100 kilometr. Belə baxanda o birsinə baxanda daha yaxşıdır. Amma ki yenə də adam sürmək istəmir. Özü adam hayfi gəlir. Sən Əlbəttə. mən istəyirəm ki, amortisatla işləmir. Məndə də. Bəs məsələ də odur da. Yox belə bir. Hər dəfə sən bu sürdüyücü sirkələndə mən güzgüm açılmışdı sirkələnməkdə. Allah şükür məndə elə heç nə açılmır. Amma ki Nəysə, Xalidi gözləyirik. İnşallah görək axırı nə olacaq bu söhbətin. Салам алейкум. Салам алейкум. Вы там мотоцикла не видели? Где? На дороге один желтый такой, оранжевый мотоцикл. Сзади едет он. Едет? Да. Все, хорошо. Спасибо, Рахмат. Gel. Doğdum ver onu yiyeyim de. armud nemətdir. Armut. Amortisatla şey qoysaydılar, hava çıxardan yer qoysaydılar. Havasını çıxarsaydıq uçaq. Məşhur Arximedin başına düşən bu idi, yoxsa Newtonun başına düşüb armud? Alma. Arximed suya girib. Namlı Newton var. Newtonun başına düşüb alma. O Arximedin yox. Arximed suya girib də. Yəni o əldən mən bu armudu yeyirəm valla. Salam aleykum. Biz şeydən gələndə, Pamirdən gələndə qabağımızda kranın şeyləri gedir deyə maşın gedirdi, belə bir maşın. O maşın bizimlə bir gəldi çatdı bura. O dayanmadı da prosu, bu dayandı böyle. Hər nəsə də, yəni o birbaşa gəldi. O otur biz yiyirdi orada özü söyleyeyim, çayını içeriye. Dostlar, Əfqanistan, Tacikistan zərəti ilə hərəkət edəcəyik. Çayın o biri tərəfində Əfqan vətəndaşlarına, Əfqanistan sakinlərini görmək olar. Balıq turdular bayaq. Nəsə orada yaşayış yerləri var, ağaclıq var. Yəni bir-birimizə dostcasına əl edirik. Görən bu yollar nə vaxtsa burada çuxurlar. Adam boydadılar burada çuxurlar. Yəni burada sürəti qaldırma olmur. Sürəti qaldırma olmur. Adamın bayka yazığı gəlir. Burada balaca Əfqan kəndləri var. Burada Əfqanların yeni tikililərini görürəm. Çayın kənarında. Fikir verin, yeni tikililər. Wow. Qayalıqlara bax ilahi. Hara ilə gedim, yarın. Hara ilə gedim ki, Allah da xoş gəlsin, bəndəsinədir. Buradan adam qayadan yuvarlanaraq aşağı düşür çayın içine. Salam. Ama buralarda gerçekten asfalt olsaydı, ne giderdim buranı. Oy. Geçen bu döngələri dönerdim. Sərhədçilərdir.
Növbəti post. Bari sənəd veririk, sənəd. Документы вам. Салам алейкум. И копия паспорта, да? Да, могу идти? Спасибо вам. Самое главное, я вам вот искренне скажу, вот на границе, так нас никто не встречал. Чай отдали, кушать отдали. Очень дружелюбно, очень вежливо. То есть народ у вас гостеприимный. Да, мы довольны вам. Надеемся, что вы тоже с нами довольны. Müəllim biraz təriflədi ki, çox bizi çək-çörə salmasın. Люблю sizi. Правильно? Готовы? Ben kameranı koşacağım. Это можно попробовать, да? Да, это вода. Можно попробовать? Нету. Надо нажать. Зубами надо нажать. Нету. Спасибо. Не за что, не за что. Пожалуйста. Bayraqlar müşahidə edir bizi. Nə gözəl mənzərədir. Sen gördün dayı necə əmridir. Xalidin suyun. Xalid tuzlayacaq onu bir də. Ay Allah. Sadece yani çok Ruslaşıb burada region. Çok Ruslaşıb. Neresini bilen şey. Ne oldu Rıfat? Kırıncele biraz. Oy, ne tarsa? Allah'ın olsun hele. Ben dedim de bu yol böyle olacak. Cin nifrət edir. Gözün şişib sen hele. Sen gözün niye şişib hele? Gözün düzün şişib sen. Gözüm şişib. Ha. Aa. Öldüm ben. Bu yoldur kardeş. Su neymətdir. Halinin suyu. Necəm də. Ürəyimdə də ki, şirin çay oldu da. Buna da bir sakıfta yolumuz var. Gece düşəcək biz. Afganistan. O bir tərəf oy qabaqda bir paycan var. Burada iki atım. Ancaq qaz. Ana var.
lay divardır bu. Bu dağlar lay divardır arkadaş. Aa, bura haradır. Aa, bu da yoldur. Delikanlı. Sərhəd zastavası. Niye dayandın? ...53 kilometr yolu 1 saat 20 dəqiqə göstərir. Yoxdur belə bir şey. Yoxdur belə bir şey. Farizi motosikletin raması. Raması açılır. Oy oy oy, dəlixana. Bizim bayklarda necədir görən vəziyyət? Mənim vəziyyətim yaxşıdır. Motosikletin nasıl olsun? Yaxşıdır. Boşu değil. Altdan belə sıxırsan da. Düz eləyir də o. Ha? Yes. Çay saatte- verirler bize. Ha, çay getiriyorum. Çay bura verə bilər. Ha, sen burada versin fışkırım olur diye. Rüfət, get sənin dilin şirindir. Get danış da nə çay bırıq. Bilim baltadır, balta. Peki burada qalaq. Aa, yox, sən zəhmət buradan qaçıb getmək. Buradan sən buranı rahat buraxmasan qardaş, olmayacaq. Bura 1000 kilometr bizləndir, 1000. Orada belə yol yoxdur da. Qardaş belədir bura. 1000 kilometr. Ha. Dəli sənsən. Duşanbə kimi belədir. İnan mənə. Demək dostlar, səfərin gözlənilməz anları. Bugün qoyduğumuz marşruta getmək elə də asan olmadı. Çox zaman itirdik, yol dəhşət ağırdı. Yəni demək olar ki, yolu gedə bilmədik. Ona görə burada yol üstü bir yer var. Dağların arasında. Burada bir restoran var. Restoranın orada terasası var. Dedi ki terasdan başım üstü yukarı. Dedi ki terasdan bize verin. Bugün ona göre burada terasta yaşayan yatak tulumlarımızı atacağıq. Orada demək olar ki kemping eləyəcəyik. Gedək içəri bir də çay içək. Nəsə yeməkləri olsa yemək yeyək. Və yolumuz davam. Bura çoxlu səyahətçilər gəlib öz stikerlərini yapışdırır. Biz də öz stikerimizi yapışdırırıq. Ən yuxarıdan abi, ən yuxarıdan. Canavar kimi. Yadigar qalsın. Azərbaycandan birisi. Lipyoşka, с чаем. Canaycan. İspanyol meşokumu çalacağım altıma. Girəcəm, bağlayacağım. İçəri heç kim buraxmayacaq. Kimi də buraxmayacağım. Rahat yatacağım. Məncə çağırılmamış qonaqlar sənin hər an qapını döyə bilər. Deyir ki, can məndə hanı? Mən onu cananıma verdim. Sevdim onu hər şövq cəfaya sinə gəldim. Deyir, mən dağ deyiləm, amma ki, dağ boydadır dərdim. Dağ boyda olan dərdimə dağlar baxıb ağlar. Vay canım. Yəni bu dağlar, O dağlar. o dağlardır. Həmin dərdə baxıb ağlayan dağlar. Bizə orada restoran ərazisində qalmaq üçün adam başı $10 istədilər. Cəmi $40. Düşündük ki, bu biraz çoxdur. Bir
biraz çoxdur. Ona görə deyir ki, 40 dolar elə adi qonaq oturub evlərində də qalmaq olur. Yemək daxil, hər şey daxil. Və qərara gəldik ki, 50 kilometr yolu şəhərə qədər gedək. Pəncə çayının özü görsənməsə də səsi gəlir. Əfqanistan-Tacikistan sərhədini ayıran Pəncə çayı, möhtəşəm Pəncə çayı bizi öz vahiməli səthi ilə müşahidə edir. Vahiməli qayaların arasından keçərək gedirik. Qayalar necə də vahiməlidir. Dərədir bura, dərə, boşluq. Axır ki, asfaltı gəldik, çatdıq. Ümid edirəm, burada asfalt bitməyəcək də qəfil. Bu nədir belə? Məhəmməd, bu nədir belə deyirəm? Burada yol da var imiş. Bu asfalt budur, qardaş. Yadımdan çıxıb, bu idi. Allah, bu nədir Allah? Ümid edirəm, bu axıra kimi belə gedir də inşallah. Hayda. Allah. Bəsimizdir, qudurmayın. Körpüdə bir də ehtiyatda olun. Ha, o bir tərəfə keçir. Hayda, bu qədər. Belə də yoxsa da, belə eləməyin də. Var. Bunlar hisslərimizlə oyuncuları bizim. Yerləşməyəcək o. Gözdə görüm onu. Ha. Oh. Aa, valla. Allah yox efendim. Yaxşı qurtardı. Sürün. Zırt da başlamır kardeş. Yol getdi, bitdi gördür. Yolu bəlkə özə töküblər. Allah aparır o söz. Həyat varmış. Həyat varmış. Gəlin bir dənə yeri qoyaq da heç olmasa da görək nə var burada. Haradır 1 saat yarımlıq? 1 saat yarım söylərsən, 1 saat yarım. O yeri kesmez. Demək dostlar, it yorğunuyuq. Bayaq dediyimiz yerdə qalmadıq. Birazca da qabağa hərəkət elədik. Və indi adını bilmədiyim bir kənddəyik. Buradan Pəncə çayı keçir. Pəncə çayının o biri tərəfi Əfqanistandır. Bu tərəf isə Tacikistandır. Gözəl bir həyətdə bizi qonaqladılar.
Həyətin gözəl şəraiti var, geniş. Sizi həyətlə tanış edeyim. Bütün tozun içindəyik dostlar. Yəni, üzümüzdən, gözümüzdən toz yağır. Bayklarımızı burada saxladıq. Bizim burada demək gözəl belə talvarımız var. Əşyalarımızı yığdıq belə. Buradan bulaq suyu axır. Güzel. Buradan təbii arx axır. Burada Fariz abi bizə yemək pişirir. Yine başarılı. Aycan. Şokan yumurta başarılı. Əla, əla, super. Bunu yiye inersen 1800 kalori her kaşığında. Böyle bir şəraiti var. Burada isə biz gedim sizə yatacağımız yeri göstəreyim. Yatacağımız yer də buradır. Yatacağımız yer də buradır. Döşəklər sərili. Hürfəd yerin rahatdır Hürfəd. Burada açıq havada geçən. Beləcə məclisimiz, gözəl məclisimiz, tuşonka yumurta davam ediyor. Dostlar, necədir vəziyyət? Bomba. O Nidavoyni sifəti, narazı sifəti üzrə bir gülümsəyin zəhmət olmasa. Müəllim Salamatçılıqdır. Fariz qəşəng pişirir. Fariz, əllərinə sağlıq. Öpürəm. Təşəkkür. Gözəl. Açıq havada və burada yatacaq bugün. Burada. Yatacaq yerimiz buradır. Yumurta ağır qıdadır. Apar, nə gülərəm, apar. Səni gözləyir, bacımın nəsə verəsin. Bir nefirdəsiz də yəni. Bunu elə şeyin olanda dinən ki, bax. Niyəm mən? Qonşan çəkir, efirdəyik. Sən qoyucu gizdin çəkir, sonra sən ki, bir də ağzınızda bir dənə qəşəng söz çıxar. Sən məzəm, öz patinkovu qoy içərim. Gel. Buraya gel. Burada. Mamalar narahatdır. Allah hamısını canı sağ eləsin. Və mama nə yazıb sənə? Mama yazıb ki, Aha. hardasan? Sonra yazır ki, səndən nigaran qalan, isti yatağı oda alova çevirən valideynlərin də var. Yəni ki, dur gəl, bu dəqiqədə. Ağ eləmədə. Allah hamısını canı sağ eləsin. Amin, amin. Yerlərimizi hazırladı. Gir yeri. Yerlərimizi hazırladı burada. Yataq yerlərimiz burada olacaq. Çayımızın dikirik. Başımızı qoyaq, yataq. Əfqanistan yaralıları kimi uzanmışıq burada. Dostlar, necədir vəziyyət? Hər şey yaxşı. Dostlar, bugün Talvarda yatırıq. Gecəniz xeyrə qalsın. Sabah inşallah görüşmək ümidi hələlik. Romantika, gözəllik. Tekerler yazılır yolun dastanı, uzak gören bakışla seçirem manı. Küley kulağımda pıçıldayır sırrı, azadlıkla dolur her